Salam, hər vaxtınız xeyir. Azərbaycan televiziyasının efirindən ASTV xəbərin saatı 16 olan buraxılışını təqdim edirik. Studiyada Cavit Sadıqovdur. Əvvəlcə anonslar. Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, Xarici İşlər və Mühacir Məsələləri nazirini qəbul etdi. ABŞ İspaniya ilə ticarət əlaqələrini dayandırır. Trump Maliyyə nazirinə göstəriş verdi. Macarıstan Ukraynaya hərbi yox, humanitar dəstək göstərəcək. Rəsmi Budapeşt NATO sammitində mövqeyini açıqladı. Sabah Azərbaycanın bəzi bölgələrində yağış intensivləşəcək. Proqnozda yenə leysan var. İndi isə ətraflı. Prezident İlham Əliyev bugün İordaniya Hakimləri Krallığının Baş nazirinin müavini, Xarici İşlər və Mühacir Məsələləri naziri Əymən Əs-Sədafini qəbul edib. Qonaq İordaniyanın kralı 2. Abdullah ibn Əl-Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı. İordaniya kralının Azərbaycan prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd etdi. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın kralına çatdırmağı xahiş etdi. Azərbaycan prezidenti də öz növbəsində İordaniya kralını ölkəmizə səfərə dəvət etdi. Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində kral 2. Abdullah ibn Əl-Hüseyn ilə görüşlərini məmnunluqla xatırladı. Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulandı. Əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edildi. Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Turizm sahəsində əməkdaşlığa toxunularaq bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olundu. Təhlükə olan coğrafiyalarla bağlı ilkin olaraq xəbərdarlıqlar verilir. Təəssüf ki, bəzən başqa ölkələrdəki hərbi münaqişələrdə Azərbaycan vətəndaşları da iştirak edirlər. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov, İordaniya Baş nazirinin müavini, Xarici İşlər və Mühacir Məsələləri naziri Əymən Əs-Səfadi ilə birgə Bakıda keçirilən brifinqdə deyib. Son illər ərzində 600-ə yaxın Azərbaycan vətəndaşı və biz burada əsasən qadınlardan, uşaqlardan danışırıq. Onların yerləri müəyyən edilib, onların ölkəyə qaytarılması təmin edilmişdir. Mən bir daha o xatırlatmanı etmək istərdim ki, Azərbaycan vətəndaşlarıma üzümü tutaraq ki, hərbi münaqişələrdə istənilən üçüncü ölkə arasında hərbi münaqişələrdə iştirak etmək bu Azərbaycanda cinayət sayılır. Ankarada NATO sammiti çərçivəsində Şimali Atlantika Şurasının dövlət və hökumət başçıları səviyyəsində toplantısı keçirilir. Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO ölkələrini müdafiə sənayesi sahəsində müttəfiqlər arasında mövcud məhdudiyyətləri aradan qaldırmağa çağırıb. NATO 3.0 hedefine en kısa zamanda ulaşmamız için şu iki hususa özellikle dikkat çekmek isterim. Birincisi, savunma sanayi başta olmak üzere savunma işbirliğinde müttefikler arasındaki kısıtlamaların kaldırılmasıdır. Savunma sanayi formunda bu mesajın hem endüstri hem hükümet yetkilileri tarafından vurgulanmış olmasını memnuniyetle karşılıyorum. İkincisi, Avrupalı müttefikler olarak kıta savunmasında daha fazla sorumluluk üstlenirken ittifakın bütünlüğünü ve transatlantik ilişkileri zayıflatabilecek tasarruflardan da kaçınmamız gerekiyor. Macarıstanın baş naziri Peter Magyar ölkəsinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə aydınlıq gətirib. Ankarada NATO sammiti çərçivəsində verdiyi açıqlamada hökumət başçısı Kiyevə humanitar dəstəyi davam etdirəcəklərini bildirib, hərbi yardımda iştirakı isə istisna edib.
The Hungarian government has already decided to increase. Macarıstan hökuməti artıq müdafiə xərclərini proqnozlaşdırıla bilən şəkildə artırmaq qərarına gəlib. 2035-ci ilə qədər biz bu göstəricini 5%-ə çatdıracağıq. İcazə verin Macarıstan hökuməti adından müharibə ilə bağlı mövqeyə aydınlıq gətirim. Ukrayna müharibənin qurbanıdır. Ukraynanın öz ərazi bütövlüyünü müdafiə etmə hüququ var. Biz Ukraynaya humanitar yardımı davam etdiririk, lakin dəfələrlə söylədiyim kimi Macarıstan Ukraynaya silah və ya qoşun göndərməyəcək. Qərbdən Rusiya arasında qarşıdurmanın davam etməsi ciddi risklərə gətirib çıxara bilər. Bulqaristanın baş naziri Rumen Radev Ankarada NATO-ya üzv ölkələrin zirvə görüşü çərçivəsində belə bir xəbərdarlıqla çıxış edib. My message is clear. Mesajım aydındır. Biz, kollektiv Qərb ən böyük nüvə dövləti üzərində qələbə qazanmağa çalışırıq. Lakin onların hiperses raketlərindən qorunmaq üçün kifayət qədər imkanlarımız yoxdur. Bu isə nüvə silahı ilə cavab riskini ciddi şəkildə artırır. Çox təhlükəlidir. Məhz buna görə biz eskalasiya üçün deyil, diplomatiya və sülh üçün mümkün qədər tez bir zamanda şərait yaratmalıyıq. Dünyanın müharibə gündəminə nəzər salaq. Ukraynanın bir neçə regionu növbəti dəfə hava hücumlarına məruz qalıb. Kiyev və Xarkovda partlayışların baş verdiyi bildirilir. Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumata görə Kiyevə raket zərbələri nəticəsində yanğınlar qeydə alınıb. Bir nəfər həlak olub, 2 sakin yaralanıb. Xarkovda raket yaşayış binasına düşüb. Şəhər meri İqor Terixov 2 nəfərin həlak olduğunu, 34 nəfərin xəsarət aldığını bildirib. İyulun 8-nə keçən gecə Rusiya ordusu Ukrayna istiqamətində 7 raket və 169 pilotsuz uçuş aparatı buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri 139 dronu zərərsizləşdirib. NATO-nun Ankara sammitinin gündəliyində müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer tutur. Artıq sammitin ilk günündə Avropanın iki mühüm dəniz dövləti arasında hərbi strateji tərəfdaşlığa dair yeni saziş imzalanıb. Bu yeni müqavilənin əsas detalları nədən ibarətdir? Berlindən xüsusi müxbirimiz Günay Məmmədova şərh edib, izləyək. Bu müqavilə sammitin ilk günlərinin ən çox müzakirə olunan mövzularından biridir. Böyük Britaniya və Niderland ümumi dəyəri 3,2 milyar dollar olan yeni hərbi dəniz tərəfdaşlığı sazişinə imza atdılar. Sənədi Britaniyanın baş naziri Keir Starmer və Niderlandlı həmkarı Rob Hutton təsdiqlədilər. Qeyd edeyim ki, razılaşmaya əsasən tərəflər birgə olaraq yeni nəsil 8 ədəd hərbi desant gəmisi inşa eləyəcəklər. Hər iki ölkə 4 gəmi alacaq. Bu 160 metrlik nəhəng layihə barədə danışan Britaniya baş naziri Keir Starmer bildirdi ki, Britaniyanın sənaye təcrübəsi ilə Niderlandın layihələndirmə və dənizçilik bacarıqlarının birləşməsi NATO-nu daha da gücləndirəcək. Bu gəmilər həm də ən müasir pilotsuz sistemlərlə və uzaq mənzilli dronlarla təchiz olunacaqlar. Ekspertlərin fikrincə bu nəhəng saziş Avropa üçün 3 mühüm strateji dividend vəd edir. Birincisi, şimali cinahının gücləndirilməsi. Gəmilər Arktika şəraitinə uyğun layihələndirilir. Bu, Şimali Atlantikada sualtı kritik infrastrukturun qorunması deməkdir. Bundan başqa, ikincisi, Avropa hərbi sənayesinin müstəqilliyi müqavilə hər iki ölkənin müdafiə bazarlarını birləşdirir və kənar asılılığı azaldır. Üçüncüsü isə Birləşmiş Ştatlara ciddi siyasi mesajdır. Bu, Avropa bununla Vaşinqtona sübut eləyir ki, öz təhlükəsizliyi üçün xərcləri kəskin artırır. Bir sözlə bu saziş dəniz donanmalarını 2032-ci ilə qədər tam inteqrasiya edən uzun müddətli strateji qalxandır. ABŞ prezidenti Donald Trump, Maliyyə naziri Scott Bessentə İspaniya ilə bütün ticarət əlaqələrinin dayandırılması barədə tapşırıq verdiyini açıqlayıb. Ankarada NATO sammiti çərçivəsində verdiyi açıqlamada Ağ Ev rəhbəri İspaniyanı NATO üzrə dəhşətli tərəfdaş adlandırıb. Mən İtaliya ilə danışdım. İspaniya ilə danışmadım, vaxt etkisidir. Yeri gəlmişkən artıq İspaniya ilə heç bir ticarət aparmaq istəmirik. İspaniya NATO üzrə dəhşətli tərəfdaşdır. Onlar əməkdaşlıqda iştirak etmirlər, pul ödəmirlər. İspaniya ilə hər hansı əlaqənin olmağını istəmirəm. Xahiş edirəm İspaniya ilə bütün ticarəti, o cümlədən səfərləri dayandırın.
İran ətrafında gərginlik yenidən artırır. Belə ki, ABŞ Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında 3 kommersiya gəmisinə hücuma cavab olaraq 80-dən çox hərbi hədəfə zərbələr endirdiyini açıqlayıb. Vaşinqton bildirir ki, bu addım İranın beynəlxalq gəmiçiliyə təhlükə yaratmaq imkanlarını zəiflətmək məqsədi daşıyır. ABŞ administrasiyası paralel olaraq Tehrana verilmiş sanksiya güzəştlərini də ləğv edib. Vaşinqtondan xüsusi müxbirimiz Neymət Tahiroğlu son məlumatları çatdırır. Vaşinqtonda ABŞ administrasiyasının İran siyasətində yeni və daha sərt mərhələyə keçdiyini göstərən addımlar atılır. ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, Amerika qüvvələri İranın Hörmüz boğazından keçən 3 kommersiya gəmisinə hücumuna cavab olaraq İrana qarşı silsilə güclü zərbələr endiribdir. Komandanlıq bildirir ki, məqsəd beynəlxalq su yolunda mülki ticarət gəmilərinin hədəf alınmasına görə İrana ciddi bədəl ödətdirməkdir. ABŞ Mərkəzi Komandanlığının açıqlamasında İranın son addımları əsassız, təhlükəli və atəşkəs rejiminin açıq şəkildə pozulması kimi qiymətləndirilir. Bununla yanaşı Vaşinqton hərbi cavabı iqtisadi təzyiqlə də müşahidə edir. ABŞ Xəzinədarlıq Departamenti İranın neft ixracına imkan verən müvəqqəti güzəştləri ləğv edibdir. Həmin güzəştlər cəmi 3 həftə əvvəl Vaşinqton və Tehran arasında əldə olunmuş anlaşma memorandumu çərçivəsində verilmişdi. Administrasiya hesab edir ki, İran Hörmüz boğazındakı son hücumlarla üzərinə götürdüyü öhdəlikləri pozub və buna görə də iqtisadi güzəştlər qüvvədə qala bilməz. Ağ Ev bildirir ki, razılaşma tamamilə öhdəliklərin yeni yetirilməsi prinsipinə əsaslanır və İran yalnız razılaşmaya əməl etdiyi halda iqtisadi üstünlüklərdən yarına bilər. Bununla belə Vaşinqton diplomatik kanalları da tam bağlamır. Administrasiya rəsmiləri bildirirlər ki, ABŞ-nin danışıqlar qrupu yekun razılaşma üzərində işi davam etdirirlər. Son hadisələr qlobal enerji bazarına da təsir ötüşməyibdir. Hörmüz boğazında təhlükəsizlik risklərinin yenidən artması və ABŞ-nin sanksiya güzəştlərini geri çəkməsi fonunda dünya bazarında neft qiymətləri yüksəliş göstəribdir. Beləliklə, Vaşinqtonun hazırki strategiyası eyni vaxtda hərbi təzyiq, iqtisadi sanksiyaları və diplomatik danışıqları paralel şəkildə davam etdirilməkdən ibarətdir. Çinin Qansu əyalətində torpaq sürüşməsi nəticəsində həlak olanların sayı artıb. Son məlumatlara görə 21 nəfər həlak olub, 7 sakin xilas edilib. Əraziyə xeyli sayda təcili yardım və xilas etmə briqadaları göndərilib. Torpaq sürüşməsinə günlərdə yağan leysan yağışları səbəb olub. Keçid alırıq yerli xəbərlərə. Quru qoşunlarının hərbi hissələrinin iştirakı ilə iri miqyaslı əməliyyat təlimi keçirilir. Müdafiə Nazirliyinin məlumatına görə təlimin ilkin mərhələsində müxtəlif əməliyyatlar icra olunub. Manevrlər gedişində yüksək təşkilatçılıq nümayiş etdirilib. Taktiki fəaliyyətlər, vətən müharibəsinin və son dövrlərdə dünyada baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınaraq həyata keçirilib. Azərbaycan ordusunun arsenalındakı müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitələri, yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq olunub. Hava və radiotexniki kəşfiyyat tapşırıqlarının praktiki döyüş atışlarının yerinə yetirilməsində şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirib. Döyüş fəaliyyətlərinin yeni üsul və metodları sınaqdan keçirilib. İlin 6 ayında Azərbaycanda qanunsuz yaşayan 5000-ə yaxın əcnəbi saxlanıb. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə onlar ölkə ərazisində həm yaşayıb, həm də işləyiblər. Qanunsuz miqrasiya təşkili ilə bağlı 4 hal aşkarlanıb. Toplanan sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanına göndərilib. İnzibati hüquq pozmalarla bağlı 9757 qərar qəbul edilib. Hörmətli tamaşaçılar, xəbər verdiyimiz kimi Ankarada NATO sammiti çərçivəsində mühüm bəyanatlar səsləndirilir. Alyansın gələcəyini müəyyənləşdirən sammitdə bir sıra qlobal mühüm məsələlərlə bağlı liderlər tərəfindən açıqlamalar verilib. Hansı məsələlər ön plana çıxır? Bu barədə sammitin işini işıqlandıran xüsusi müxbirimiz Yalçın Tahiroğlu hazırda bizimlə birbaşa bağlantıdadır. Yalçın, buyurun, efirdəsiz. Təfərrüatları sizdən eşidək.
Hər vaxtınız xeyir. Ankarada 36-cı NATO zirvə toplantısı davam edir. Artıq demək olar ki, toplantı sonuna yaxınlaşırıq və bəzi məlumatlar gəlir əslində. Toplantı bəzən gərgin mübahisələr şəraitində keçir, bəzən optimist fikirlər səslənir. Lakin biz jurnalistlərlə yanaşı bu toplantını ekspertlər də izləyir. İndi hal-hazırda efendimizin qonağı beynəlxalq hüquq üzrə ekspert Cüneyt Altınparmaqdır. Onun fikirlərini öyrənməyə çalışacağıq. Hocam, toplantının gidişatı ilə ilgili və beklentilərlə ilgili nələr söylersiniz? Tabii bu zirve önemli bir zirve ve bu zirvenin Ankara'da yapılıyor olması NATO 3.0 dediğimiz yeni durumun Türkiye'den şekilleneceğini gösteriyor. Bu sadece NATO'nun geleceğiyle ilgili bir durum değil aslında. Orta Doğu, Kafkaslar ve özellikle Balkan coğrafyası üzerinde de nasıl bir savunma mimarisinde oluşacağı, özellikle Avrupa Birliği'nin savunma mimarisinde nasıl bir pozisyon alacağı Türkiye'nin ve Türkiye ile Amerika Birleşik Devletleri arasında ciddi anlamda bugünkü zirveden de bunu gördük ki Trump ve Erdoğan arasında ciddi bir iyi ilişkiler süreci var. Bu sürecin de getirisi olarak Türkiye önemli kazanımlar elde etti. Özellikle savunma sanayi anlamında bir takım kotasyonların, bir takım yasakların kalktığı bir evreye giriyoruz. Bu çok önemli. Bir de bu zirvede biz bütçe konusunun konuşulacağını biliyoruz. Türkiye bu konuyla ilgili %1,5 ve 3,5'luk 2 tane bütçe yapılanması var. Yapay zeka ile ilgili olan hususu Sayın Erdoğan Türkiye tamamladı dedi. 3,5 içinde, yani %3,5'luk kısmı içinde bir çalışma başlatıldığını söylüyor. Bu ne demek? Bu aslında Ukrayna-Rusya kriziyle de ilgili Amerika Birleşik Devletleri'nin üzerine binen yükü bir biçimde paylaştırma girişiminin de bu zirvede sonuçlanacağını gösteriyor. Özetle şunu söylemek mümkün. Türkiye'nin istediğini aldığı, NATO'nun yeniden şekilleneceği ve savaş mimarisinin değiştiği bu dünyada, özellikle yapay zeka ve savunma sanayindeki değişimin de NATO zirvesiyle beraber güncellendiği yeni bir konsepte karşı karşıyayız. Çok teşekkür ederim. Zirvə toplantısı davam edir. Yaxın saatlarda yəqin ki, yekunlarla bağlı mətbuat konferansları, rəsmi məlumatlar paylaşılacaq və biz də bunu ictimaiyyətimizə çatdırmağa davam edəcəyik. Söz yenidən sizdədir. Yalçın, sizə və müsahibinizə təşəkkür edirəm. Ankarada NATO'nun 36-cı zirvə sammitindən çatdırdığınız ən son məlumatlara görə. Və biz efirimizi yenidən yerli xəbərlərlə davam etdiririk. Səbirabadda polisin keçirdiyi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı İmran Şabanov saxlanılıb. Ondan 10 kiloqrama yaxın narkotik vasitə olan heroin, həşiş və marihuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Ağdamın Xıdırlı kəndində yanğın olub. Alov kənd ərazisindəki açıq sahədə qeydə alınıb və qısa müddətdə geniş əraziyə yayılıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Yanğının baş vermə səbəbi və dəymiş ziyanın həcmi araşdırılır. Suqovuşanda işçiləri daşıyan mikroavtobusu qəzaya uğrayıb. Hadisə gecə saatlarında baş verib. Sürücü idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-ü kəllə-beyin travması diaqnozu ilə Mingəçevir Regional Xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə müayinə və müalicə üçün Bərdə diaqnostika mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır. Lənkəranda yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonunun Vilvan kənd ərazisində qeydə alınıb. Masallı rayon sakini Ənvər Şirinovun idarə etdiyi avtomobil yolu keçən 67 yaşlı velosipedçini vurub. Ağır xəsarət alan yaralı təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yolun kənarında qazılmış kanalizasiya quyusuna avtomobil düşüb. Qəzaya uğrayan mini avtomobili quyudan xüsusi kran vasitəsilə çıxarılıb. Bir neçə gün əvvəl də həmin ərazidə başqa bir avtomobil quyuya düşmüşdü. Hazırda əməkdaşımız Vüqar Alışov həmin ərazidədir. Ətraflı məlumatları birbaşa bağlantıda bizə o çatdıracaq. Vüqar, efirdəsiz, buyurun.
Hər vaxtınız xeyir olsun. Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizkənarı yolun yaxınlığında qazılan kollektora avtomobil düşüb. Qeyd edeyim ki, oxşar hadisə bir neçə gün əvvəl də baş vermişdi. Oxşar hadisələrin təkrarlanması isə yol təhlükəsizliyi zamanı qaydaların gözlənilməsi məsələlərini yenidən gündəmə gətirir. İstəyərdim ki, bu mövzuda ətraflı məlumatı bizə nəqliyyat eksperti Rauf Ağamirzayev çatdırsın. Buyurun. Gördüyük kimi ərazidə tikinti işləri gedir və 9 metrlik bir quyu var, kollektor quyusu. Düşünürəm ki, ərazidə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinə ehtiyac var. Beton, New Jersey tipli bariyerlərin qurulmasına və ictimai nəqliyyatın da burada hərəkətin nəzərə alaraq sürəti azaldan həllər də tətbiq olunmalıdır ki, sürücülər, ictimai nəqliyyat avtobus sürücüləri ərazidən keçəndə məcburi sürətdə sürətini azaltsınlar. Və bu da mümkün qəzaların nəticəsinə birbaşa təsir edən amillərdir. Həmçində tikinti dövründə sürəti azaldan tək nişan yox, fiziki olaraq, yəni məhdudlaşdıran elementlərin sayı artırılmalıdır ki, sürücülər daha diqqətli olsun, ərazidə hərəkət edəndə və ərazidəki sürət rejiminə fiziki olaraq məhdudlaşdırılmasına gətirib çıxartsın. Təşəkkür edirəm. Bizim hadisə yerindən çatdırmaq istədiyimiz informasiya bundan ibarət idi. Sözü sizə ötürürəm. Uyğar, sizə və müsahibinizə təşəkkür edirik hadisə yerindən çatdırdığınız ən son məlumatlara görə. Avtomobil yollarında hərəkət edən kənd təsərrüfatı texnikalarının sayı artır. Bəzən bu nəqliyyat vasitələri ilə yük və sərnişin daşıma qaydalarının pozulması yol qəzalarına şərait yaradır. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bu texnikalardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Qeyd olunur ki, texniki təhlükəsizlik baxımından dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımalar həyata keçirilməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir. Sinoptiklər sabah Abşeron yarımadasının bəzi ərazilərində yağış yağacağını proqnozlaşdırırlar. Bəs regionlarda hava necə olacaq? İyulun 9-u və 10-unda Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin 9-u səhər saatlarında bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 27-31 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də 9-unda bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı olunur. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısa müddətə sel keçəcəyi istisna olunmur. 9 axşam saatlarından yağıntılar tədricən kəsiləcək. 10-unda əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 20-25, bəzi yerlərdə 27-30 dərəcə isti olacaq. İyulun 12-sində 1-ci və 4-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə həmin gün həm də 3-cü ixtisas qrupunun DT və TC alt qruplarını seçən abituriyentlər coğrafiya fənni üzrə imtahan verəcəklər. Proses saat 10-da başlayacaq, saat 09:45-dən sonra gələnlər isə imtahan binasına buraxılmayacaqlar. Bu il imtahanlarda ümumilikdə 36.356 abituriyentin iştirakı nəzərdə tutulur. Bunun üçün 153 imtahan binası və 2658 zal ayrılıb, 3300-dən çox nəzarətçi cəlb edilib. İyunun 30-da lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada təşkil olunan qəbul imtahanının nəticələri açıqlanıb. Bugündən seçim prosesi başlayıb. Təhsil İnstitutundan bildirilib ki, proses iyulun 14-ü saat 12-yə davam edəcək. Namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etməyi məcburi deyil. Şagird seçdiyi lisey və ya gimnaziya qəbul olunduğu təqdirdə şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək və onun üçün avtomatik yerdəyişmə sorğusu yaradılacaq. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda ilk dəfə mədəniyyət hüququ ixtisaslaşması üzrə magistrantların dissertasiyası müdafiələri keçirilib. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılan bu ixtisaslaşma ölkədə mədəniyyət hüququ sahəsində peşəkar hüquqşünas kadrların hazırlanmasında yeni mərhələnin başlanğıcı hesab olunur.
Mədəni irsin qorunması, mədəni sərvətlərin hüquqi müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin bərpası və beynəlxalq hüquq çərçivəsində qorunması sahəsində ixtisaslaşmış mütəxəssislərə artan tələbat nəzərə alınaraq, Bakı Dövlət Universitetində 2024-2025-ci tədris ilindən etibarən magistratura səviyyəsində mədəniyyət hüququ ixtisaslaşması təsis edilib. Tədris proqramı Bakı Dövlət Universitetinin Hüquq Fakültəsi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında qurulan əməkdaşlıq çərçivəsində hazırlanıb. Bugünkü müdafiə bizim üçün çox xoş təəssüratlar yaratdı, çünki bizim üçün çox önəmli və rəmzi məna daşıyır. Bu sahədə peşəkar kadr hazırlığı təmin edilməsi və yüksək ixtisaslı kadrların hazırlanmasıdır ki, və bu tələbdən irəli gələrək ilk dəfə olaraq Bakı Dövlət Universitetində mədəniyyət hüququ ixtisaslaşması üzrə magistratura pilləsi açılmış və 24-cü ildə bu deməli ixtisaslaşma üzrə qəbul edilmiş tələbələr, magistrantlar artıq bugün məzun olaraq öz müdafiələrini, öz dissertasiya işlərinin müdafiəsini etdilər. Çox maraqlı mövzulara toxunmuşdular, çox maraqlı tədqiqat aparmışdılar. Dissertasiya mövzuları mədəni irsin hüquqi mühafizəsi, mədəniyyət sahəsində beynəlxalq hüquqi əməkdaşlıq, mədəni irsin beynəlxalq hüquqi müdafiəsinin aktual problemləri, mədəniyyət sahəsində idarəetmənin hüquqi əsasları, mədəniyyət hüququnun insan hüquqlarının tərkib hissəsi kimi inkişafı, eləcə də bu hüquq sahəsinin formalaşması və müasir inkişaf meyillərini əhatə edir. Bugün mədəniyyət sahəsində mədəniyyət hüququ ixtisası üzrə ilk buraxılış ili üzrə 5 tələbənin müdafiəsi həyata keçiriləcəkdir. Düşünürəm ki, tələbələr uğurla müdafiə edəcək və layiqli qiymətlər alacaqdır. Mədəniyyət hüququ ixtisaslaşmasının yaradılması ölkədə mədəniyyət sahəsində hüquqi tənzimləmənin elmi əsaslarının möhkəmləndirilməsi, mədəni irsin qorunması istiqamətində peşəkar hüquqşünas kadrlarının hazırlanması və beynəlxalq təcrübəyə əsaslanan müasir hüquqi yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Vüqar Alışov, Zahir Zahidoğlu, Əntiqə Fərəcova, ASTV Xəbər. Belə hörmətli tamaşaçılara, bu saat olan son xəbərlərimiz bunlardan ibarət idi. Diqqətiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.